Sustuğumuz hər hadisə səsimizdən nələr alır? Qəşəng sualdır. Bəzən susmaq lazımdır. Məsələn, belə bir söz var. Fikir verirsiniz, qadınlara deyirlər ki, az danış. Qadın az danışar. Ümumiyyətlə, motiv olaraq, obraz olaraq qadını az danışan. Məsələn, Gioconda niyə bu qədər sevilir? Gioconda'da susmuş qadın var. Susmuş qadının möhtəşəmliyidir o. Amma o susan yox, bildiyi üçün susan qadındır. Bildiyi üçün susan, Bildiyi üçün susan qadındır. Adam var deyir, mən danışmıram, danışsam dünya dağılar. hə, Bəzən biz susuruq qorumaq üçün. Özümüzü də, başqalarını da. Analarımız deyir, Hayriyə deyirdi, ağzımızın tadı pozulmasın. Bəzən onun üçün qorumaq üçün susuruq. Və sustuğumuz hər şeydə əslində geri düşürük. Baxın, qadınların bütün zəifliyinin, məğlubiyyətinin kişi qarşısında bugün hətta qadın zərifdir sözünün belə özü belə yazığı gəlmək kimi ki, yəni də sən çox əzməyək də, sənə zərif deyək ki, heç olmasa məhv olmayasın. Bunun da özü susmağın üzərində gəlir. Qadın danışmasa, ümumiyyətlə insan danışmasa heç bir şey olmayacaq. Mən bayaq video çəkdim və orada bu misalı elə çəkdim, bu misalı burada da çəkəcəm. Mən deyirəm ki, kim ki bu Zita Geta filmini çəkən rejissor nəhəng və dahi adamdır. Əslində orada ikiz bacı deyilən anlayış yoxdur. O bir adamdır. Bilirsiniz necə bir adamdır? Zita yazıq, gücsüz olanda onunla pis rəftar edirdilər. Zita itir, Gitanı tapırlar, amma elə bilirlər ki, bu da Zitadır da. Onu Gita kimi tapırlar axı. Zita deyirlər. Gələn Zita qan uddurur hamıya. Dəyişir, hamı dəyişir. Danışan adam heç vaxt məğlub olmayacaq, uduzmayacaq. Bəli, ona pis baxacaqlar. Bəli, ona deyəcəklər ki, belə deyək, pis adamdır, demagogdur, biri qadındırsa deyəcəklər həyasızdır, nə pis şey deyəcəklər. Amma nəticədə uduzmaq olmayacaq. Amma susan adamlar tarix göstərir ki, uduzublar. ən çox səsindən şikayət edənlər kimdir? Qadınlar yoxsa bəylər? Qadın daha çox gözəlliyə, estetikaya maraqlıdır deyə istəyir ki, səsi də möhtəşəm olsun və səsini qadınlar neynirlər? Süni incələşdirirlər. Məsələn, deyir ki, özümü çox yaxşı hiss edirəm, siz necəsiz? Qadınlarda belə bir yalancı səs var. Falset səs deyirlər ona. Bu yalancı səslə düşünürlər ki, daha çox xoşa gələcəklər, daha incə və zərif görünəcəklər. Məsələn, Çin qızlarının, Yaponlarda da var bu. Niyə belə danışırlar? Nəyə görə? Pisklivi qoruz. Ustadır pisklivi. Yəni incə, belə söz. Yəni, bu güya ki, incəlikdir. Yox. Bax, mən indi sizlə danışıram. Dediniz, yarım saat keçmədi. Bilirsiniz niyə? Mən sizlə əslində hipnoz səsi ilə danışıram. Mənim danışığımın içində hipnoz var. 3 saat da burada oturacaqsınız. Oturduğunuz yerdə nə oturacağınız, nə bədəniniz yorulmayacaq. Əslində siz yarım saat bir yerdə tərpənməz otursanız, həmən dəqiqə orqanizminiz ağrı verir.